Herkese salam gençler. Mən MHM Tədris Mərkəzinin İngilis dili müəllimi Turani Paşayeva. Bilirsiniz ki, MHM Tədris Mərkəzində mütəmadi olaraq 9-cu və 11-ci siniflər üçün sınaqlar təşkil olunur və bu da 11-ci sinif sınavıdır. Suallarını sizə izah edəcəm. Deməli, başlayaq. Burada bizdə nə istəyir? Possessive case istəyir. Possessive case yiyəlik haldır gençlər. Yiyəlik hal. İsmi yiyəlik halda doğru olan cümləni seçməliyəm. The writer's latest novel became popular among young readers very quickly. The writer's latest novel. Yazıcının ən son əsəri. Birinci düzgün. İkinci. My classmates' opinions about the project were discussed during the meeting. My classmates' opinions. Bu da düzgün. Üçüncü baxın. He borrowed his friend's bag because his own bag was damaged. Bu da düzgün. She admired CT. Bu şəkildə olmaz. Cəmlənsəydi CTS bu şəkildə olardı. Və 3 days bilirsiniz ki, saydan sonra gələn isim cəmdə olmalıydı. 3 days bu şəkildə olmalıydı. 5 də yanlışdır. Doğru cavabımız A variantı. Növbəti sual. Choose a line of plural nouns. Deməli, plural cəm. Deməli, children, trousers, ships. Bilirsiniz ki, ship sözünə S artırmaq yanlış bir qərardır. Yanlış addımdır. Information, uncountable noundur. Həmişə təkdədir. Leave my scissors. Leave. L-A-V-S olur. Bunun cəmi burada birazca diqqətli olaq. Police cəmdir, amma news uncountable'dur. Feed, women, geese. Bu isə hər zaman üçüdür. Hər bir isim burada cəmdədir. Doğru cavabımız Y variantıdır. I would like sugar in my tea. I don't like it. Deməli, burada quantifier testləri görürük. Very few, a little, many, only, little və s. Deməli, sugar uncountable noun olduğu üçün few atılır, many atılır, a little, only dən sonra a little gəlməliydi. Dördüncündə biz götürmürük. Deməli, 2 və 5-ci cavab doğru cavabımızdır. Choose a correct variant. So many police station. Bilirsiniz ki, iki isim yanaşı gələndə birinci quantifiers ən sonuncu dayanan isimə aid olur. Deməli, bunu biz düzgün götürürük. So much leather shops. Yenə muchla shops əlaqələndirsək tamamilə yanlışdır. 2-ni gəlin eliminate edək. So few bunches of flowers. Oflu birləşmələrdə ilk iki element uyğunlaşdırsaq few bunches doğrudur. So little hand soap. Yəni little soap uyğunlaşdırdım. Doğru. So a few traffic lights isə so'dan sonra a few gəlməz. So'dan sonra few, many, much and little gələ bilər. Gənclər, article quantifiers gələ bilməz. 5-i də bu səbəbdən çıxırıq. Doğru cavabımız 1, 3 və 4-cü variantlardır. C variantı. 5-ci. Arabic is third most widespread official language after English and French. Deməli, burada məsələ nədən ibarətdir? Gənclər, Arabic biz bilirik ki, burada dildən söhbət gedir. Arabic'in yanında language sözü olsaydı, həmçinin English'ın, French'in yanında language sözləri olsaydı, mən burada da götürə bilərdim. Yoxdur deyə götürmürəm. Heç bir şey götürülməyəcək. Amma sıra sayı olduğu üçün third, the third olaraq götürəcək. Doğru cavabımız A variantı. Sıra sayılarla the article işlənir. Jane is woman than her sister. Than olduğuna görə bilirik ki, sifətin müqayisə dərəcəsində işlədəcəyik. Biz burada woman olduğunu gözdən qaçırtmırıq. Smarter, bax, diqqətli olun, smarter da var, smarter da var. Deməli, burada bizi çaşdırma məqamı E-nin olmağıdır və Y bəndi doğru cavabdır. I think it is question. More difficult question, a difficult question. Onlar da B buradan yanlışdır. A more difficult question düzgün gəlir. Yəni, belə deyim də uşaqlar, isimə baxın, isim tək isimdir, düzdür. Nə lazımdır? Ya E lazımdır, ya Z. Bir determiner lazımdır. Determiner da burada bir dənə C variantında var. Doğru cavab C. You should do all tests without any help. Test cəmdədir, düzdür. This atırıq, this atırıq. Çünki bunlar, this, that, bunlardan sonra tək isim gələr.
O səbəbdən A variantı ilə D variantı getdi. These and these. Bunları saxlayırıq. Without any help, you, səndən söhbət gedir. Yəni sən heç bir köməksiz etməlisən bunu. Ona görə yourself götürəcəyik. 9-cu testdəyik. Of var və knows. Xəbərə baxın gənclər. Xəbər təkdədir. Deməli, olur götürə bilmirəm, both götürə bilmirəm. Each of them knows, neither of them knows. Hər biri xəbərini tək götürən mübtədalardır. 2, 3, 5'im doğru cavabdır. Cavabım A variantı. Sonra gəldik 10-cu testə. You don't need to make reservations beforehand. Need to make reservation beforehand. Deməli, so do I testi. Cümləm inkar cümlədir, right? İnkar cümlədə mən neyzəni atıram, notu atıram. Notla to bir cümlədə işlənməz, onu atıram. Və do-zey və need-zey arasında qalmışam. Need-zey o zaman götürərdim ki, uşaqlar, needn't olardı. Amma needn't deyil, ona görə. D yox, cavabımız A variantıdır. Eldar doesn't study at private school. Yenə də not var, deməli mənə bu dəfə inkar lazımdır. Baxıram, E'də olan cümlədə mütləq inkar olmalıdır, not olmalıdır. E'dən əvvəl getdi. Neydə does nigar düzgündür. Doesn't-la to, not-la to bir cümlədə olmaz. Nor does nigar olardı. Yer dəyişikliyi yanlışdır. Zaman yanlışdır. Yerdə bu səbəbdən yanlışdır. Doğru cavabımız B variantı. 12-ci testdə we haven't got much money so we choose the cheapest hotel. Deməli, haven't got much money. Baxın, modaldır. Ought'un to'su yoxdur. Can't, will, be able to olmalıydı. Must, had to and can't. Bax, ən ucuz oteli seçməli oldular. Tərcümə baxımından malı məli düzgün gəlir, eləmi? Hər ikisi malı məlidir. Düşünərsiniz ki, müəllimə hansını seçək? Bəli, bu zaman köməkçi, birinci cümlənin zamanına diqqət edin. Haven't got. Deməli, indiki zamanla söhbət gedir. Had to-nu atırsan, Y bəndi doğru cavabdır. He said that he go to the library because he was very busy. Baxın, said that. Baş cümləm keçmiş zamandadır. Deməli, mən keçmiş zamanlı modallarla gedəcəm. Won't be able to-nu atıram. 4'ü də atıram. Belə bir quruluş yoxdur. 1 və 3 doğru cavabdır. Deməli, passive voice testindəyik. Gənclər deyir ki, the teacher explains the lesson clearly. Zaman, indiki zaman. Əmizar lazım olacaq mənə. The lesson təkdə. The lesson gəldi. Was atılsın. Has atılsın. Köməkçi feili cümlə yoxdur. Atılır. Is explained doğru. Is explained yanlış. Niyə? Çünki verb 3 participle 2 lazımdır mənə passive voice-də. Doğru cavab C. In the passive, choose the correct sentence in the passive. I have spoken to them about it. Tamamlığımız to them olacaq başa gələndə they. They, zamanımız present perfect, have been spoken to by me about it. Doğru cevap B bəndə olacaq gənclər. Last year, our company a lot of profit, but this year very profit. Baxaq. Last year'dan söhbət gedir. Deməli, keçmiş zamandır. Has made, bunları atırıq, çünki bunlar present perfect tense formdur. Made'ləri saxladıq. But this year, this zaman zərfi artıq present perfect tense formdur. Burada olacaq hasn't made, B variantı. Niyə birin təsdiq, birin inkar götürdük? Çünki burada but var. Yesterday, my key bought Jack his... Okay, yenə tense form sualı işləyirik. Yesterday, past simple'dır. Didn't found. Baxın, gənclər, uşaqlar, burada diqqətli olun. Find indiki zamandır. Bunun geçmiş zamanı found olacaqdır. Yesterday, I didn't found. Bəndə yanlışdır. Bir cümlədəki geçmiş zaman heç bir şəkildə olmaz. Sonra... didn't find olar.
Jack find yox, ya finds olmalıydı ya da found olmalıydı, found olmalıydı. Çünkü her iki taraf geçmiş zaman. Didn't find, founded. Found, found. Bu gençler, bu əsasını qoymaqdır. Əsasını qoymaq. Bu qaydalı feildir. Bunun keçmiş zamanı found oldu, əsasını qoydu. Amma find tapmaq deməkdir uşaqlar, tapmaq. Bu irregular verbsdir. Bunun keçmiş zamanı founddur. Ona göre C bəndi yanlışdır. Didn't found, find, yenə də find'in burada dayanması yanlışdır. Doğru cevabımız Y variantıdır. Deməli, choose the correct pronounlar. Şəbnəm buys present for her mother. Şəbnəm burada əvəz olunmalıdır. Present əvəzliklə əvəz olunmalıdır. For her mother əvəzliklə əvəz olunmalıdır. Baxaq. Şəbnəm qadın cinsi olduğu üçün qadın cinsidir və cümlənin mübtədasıdır. O zaman she ilə götürürük. Doğru. Present cəmdə olduğu üçün və yerinə baxın, cümlənin tamamlığı olduğu üçün zemlə əvəz edərəm bunu. Yenə də söz önündən sonra gəldiyi üçün her-lə əvəz edəcəm bunu. Doğru cavabımız Y variantıdır. 19-cu testdəyik. She will, bilirsiniz ki, feel özündən sonra sifət tələb edən feildir və bunun adı link verbdir. Link. Ona görə də well zərf olduğu üçün atıram. Badly zərf olduğu üçün atıram. Alone da zərfdir. Atıram. 2 və 4. 2, 4, 6 bizim doğru cavabımızdır. 2, 4, 6 yadda saxlayırsınız ki, hər biri sifətdir gənclər. Plural nouns, cəm isimlər. Topics cəmdir. Sonra ICS ilə bitən isimlər təkdədir, amma topics, lyrics, lyricsdən başqa bunlar cəmdir. Phonetics təkdir, food təkdir, skills cəmdir, goods cəmdir, news təkdir, kilos. Kilos yox, kilos olaraq cəmlənir. 1, 4, 5 bizim doğru cavabımızdır. Gənclər, davam edirik. Match the word to their definition. Confirm, fake, calculate. Deməli, procedure. Buradan keçib. Confirm. Deməli, nə deməkdir? Nəyisə qəbul etmək, təsdiq etmək. Approve. Fake. Yəni, düzgün olmayan, yanlış bir məlumatdır. Calculate hesablamaq elə 1A, 2B, 3C'dir. 1A, 2B, 3C. Sonra, there are many lakes and rivers in the USA olacaq. Əlbəttə bunu bilirsiniz. Canada and Europe qitələrlə isə heç bir article işlənməyəcək. Cavabımız D variantı. What was the name of a person? Deməli gənclər, boşluqdan əvvəl canlı şəxs, boşluqdan sonra xəbər gəlibsə, təbii ki, burada who və yaxud that işlənəcəkdir. Choose a correct variant. He to work until he. Until gördük. Uzlaşma ilə gedəcək. He won't go recovered. Gələcək zamanla keçmiş zaman uzlaşmır, yanlışdır. Isn't going will recover. Bağlayıcıdan sonra will and won't gələcək zaman götürmək olmaz. Bunu bilirsiniz. B variantında atırıq. Hətta belə bir uzlaşmada yoxdur. Bunu da atırıq. He doesn't go to until he recovers olsaydı. Çünki hər iki mübtəda üçüncü şəxsin təkindədir. D-də isə will not go recovers doğru cavabdır. 25. I should find who can give me. I should find who deyirsə gənclər. Deməli, mən burada canlı seçəcəm. Anything, any seçə bilmərəm, any seçə bilmərəm. Çünki biz dedik ki, who-dan əvvəl canlı gəlməlidir. Düzdür, somebody, something-i də seçə bilmirəm hətta. Bitdi. Gördünüz necə asan bir test idi və necə bircə dənə söz mənə istiqaməti verdi. 26. The information about the exams are published online. Agreement. Bizim el arasında belə deyək də agreement kimi tanıdığımız bir bölmə. The information ilk söz önünə qədər ki hissəmiz mübtədadır. The information arla verə bilmirik gənclər. A number of students are waiting doğru. A number of cəm xəbər. The furniture ilk söz önünə qədər ki hissəmiz mübtəda. Were yox was olmalıydı. All the letters
were-nə verilməsi isə doğrudur. 2-4 bizim doğru cavabımızdır. 27-ci testdə he spoke very quietly. Everyone could hear him clearly. Deyir ki, çox sakit danışırdı. Hər kəs onu aydın şəkildə eşidə bilirdi. Hər kəs baxmayaraq ki, hər kəs onu aydın şəkildə eşidə bilirdi. Bağlayıcı ziddiyyət var burada. Bir dəqiqə. Yox. Gənclər, he spoke very quietly söz çox sakitcə danışmasına baxmayaraq hər kəs onu eşidə bilirdi asanlıqla. He spoke very quietly burada astaca, yəni yavaş-yavaşca, sürətlə yox, yavaş-yavaş danışırdı ki, hər kəs onu eşidə bilsin. Cavabımız B variantı olacaq. Sonra the scissors is on the table yanlış. The scissors are olmalıydı. A lot of advice was given. Doğrudur. Çünkü bu tektir. The number of have yox has olmalıydı. Yanlışdır. All the tickets were doğrudur. 2 ve 4 bizim doğru cevabımızdır. Make up a sentence. Deməli, çox rahat. Birinci gəlin mübtədanı tapaq. Burada students teacher da var. Baxaq. Deməli, ask is a dialogue. Deməli, müəllim soruşa bilər də. Teacher asked, xahiş etdi. Asked the students to make a short dialogue. Bəli. Bu şəkildə. Belə olanda gənclər, bəndlərlə getməniz də sizə istiqaməti göstərəcək. Baxaq görək. Bu şəkildə yazdıq. Eləmi? Doğru məsələ yoxdur. İndi gəlin baxaq. Cavaba. 3-də. The teacher asked. Bəli. Mən the-ni student-ə qabağına qoymuşdum. Belə də olar. The teacher asked bir dəqiqə. Asked the students. Bəli. To make a short dialogue. Bəli. Bəli doğru cavabımızdır. Və 30-cu yekun test. My sister, my brother are good at. Gənclər, baxın, xəbərimiz cəmdir. Either or, not only but also, although çıxılır. Çünki bunların xəbəri sonuncu mübtəda ilə uzlaşır. Ona görə cavabımız C variantıdır. Bu şəkildə ümid edirəm faydalı oldu. Hər kəsə uğurlar.